Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə sıfır şəraitdə piroq hazırlayacağım. Çünki öncəki videolarıma baxanlar bilirlər, yeni evə köçmüşük, gətirə bildiyim qabları gətirmişəm. Burada gördüyünüz kimi qabım da çox böyükdür. Sadəcə 2 yumurtadan hazırlayacağım bu piroqu. Və nə çırpıcı var, nə rahat qab var, mikser yoxdur, soba yoxdur. Ocağın üzərində tavada bişirəcəm, amma çox dadlı, möhtəşəm bir piroq alındı. Öncə qaba 2 ədəd yumurta əlavə edirəm. Üzərinə də yarım stəkan şəkər tozu əlavə edib çəngəllə qarışdırıram. Əlbəttə ki, evdə çırpıcı varsa, mikser varsa onunla da edə bilərsiniz. Amma mən hal-hazırda etdiyimi sizinlə bölüşürəm. Şəkər tozu əriyənə kimi qarışdırıram. Sonra üzərinə yarım portağalın qabığını əlavə edəcəm. Qabığı da rəndədən keçirsək daha yaxşı olar. Amma rəndə də olmadığı üçün xırda-xırda bıçaqla doğradım, amma yenə də qoxusu çox möhtəşəm gəlirdi və keksə xüsusi bir dad verirdi. Portağal qabığını əlavə etdikdən sonra stəkana 3 dolu yemək qaşığı un əlavə edirəm və üzərinə 1 dolu olmayan çay qaşığı qabartma tozu əlavə edib qarışdırıb, sonra bu qarışımın üzərinə 2 hissəyə bölüb əlavə edirəm və qaşıqla da qarışdırıram. Normal keks kıvamında bir xəmir alınır. Yumurtanın böyüklüyündən, kiçikliyindən asılı olaraq ola bilər ki, sizdə az un fərqi olsun. Un tam həll olana kimi qarışdırıram. Sonra bişəcəyim tavanı yağlayıram kərə yağı ilə. Sonra da xəmiri üzərinə əlavə edirəm. Mən 26 santim tavadan istifadə etdim. Əlimdə olan tava bu idi. İstərsəniz bu ölçüdə tavada etsəniz 4 yumurtadan hazırlayın. Yəni bu reseptin 2 qatını hazırlayın və yaxud da 20 santim tavadan istifadə edin. Çünki biraz nəzik alındı. Əgər qalın olmağını istəsəniz dediyim ölçülərdə hazırlaya bilərsiniz. Və sarı şirin almadan qabağını soyuram. Belə nəzik dilimlər halında dilimləyib üzərinə düzürəm. Alma ilə də çox gözəl alındı. Almanı düzdükdən sonra tavanın qapağına bir parça bağlayıram. Salfetka da qoya bilərsiniz. Sonra tavanın qapağını örtüb ocağa qoyuram. Ocağı öncə 30 saniyə, 1 dəqiqə kimi biraz orta ateşdə qoyuram ki, tava qızsın. Sonra xodunu tam azaldıram. Az xodda qoyuram. Ara sırada tavanı biraz qıraq hissələrinə də çevirirəm ki, hər tərəfi eyni qızarsın. Təxmini 35 dəqiqə, ən çox 40 dəqiqəyə hazır olur. Üzəri belə ağ qalır. İstərsəniz kakaolu xəmirdən də hazırlaya bilərsiniz. Alt hissəsi isə qızarır. Bişib götürdükdən sonra mən üzərinə biraz alma cemi çəkdim və 1 ədəd peçenyanı ovub əlavə etdim. Çox gözəl, çox dadlı, ləzzətli alındı. Heç ocaqda hazırlandığı bilinmirdi. Əgər evdə sobanız yoxdursa və yaxud da bu resepti hazırlamaq istəyirsinizsə, hazırlamağınıza dəyər. Çox gözəl bir resepti. Hazırlayan hər kəsə də nuş olsun.